Allah ən çox nemət verəndir. Sığınana sığınacaq olar. Onu istəyənə qarşı çox mərhəmətlidir. Ürəkdən ona üz tutanı heç vaxt geri qaytarmaz. Ona güvənən bəndəsinə kifayət edər. Onun mərhəməti bir ananın körpəsinə olan sevgisindən, mərhəmətindən belə böyükdür. Yer üzündə hər şey yox olacaq, amma Allah qalacaq. Onun heç bir tayı, ortağı, tayı bərabəri yoxdur. Heç kim onun icazəsi olmadan bir iş görə bilməz. Heç kim onun bilmədiyi bir şeyi edə bilməz. Allah qüdrətlidir. Şükür edənə daha çox verər. Nanköru belə bağışlayar. İstəyəni verər, günahı örtər və əfv edər. O hər şeyi görür, hər şeydən xəbərdardır. Qoruyanların ən yaxşısıdır. Allah ədalətlidir. Heç kimə haqsızlıq etməz. O heç kimə möhtac deyil. İnsanların alnına yazılanları bilən də odur. Ömrü müəyyən edən də odur. Qədəri təqdir edən də odur. Heç bir şey ondan gizli qalmaz. Qəlblərin dərinindəki sirləri belə bilir. Bütün varlıqlar onun qarşısında acizdir. Hər bir üz onun qarşısında təvazü göstərər. Baxın, Allah təala buyurur: "Fəmə bəlul qurun ulə." Əvvəlki insanlara nə oldu? Allah çox bağışlayan, çox mərhəmətli və hər şeyi biləndir. O İbrahim peyğəmbərin duasını eşitdi. Yunus peyğəmbər balığın qarnında dua etdi. Allah onu xilas etdi. Zəkəriyyəyə yaşlı vaxtında Yahya adlı övlad verdi. Əyyubu ağır xəstəlikdən sağaltdı. İbrahimi oddan qorudu. O da ona zərər vermədi. Davud peyğəmbərə dəmiri yumşaltdı. Süleymana küləkləri tabe etdi. Musanın qarşısında dənizi yardı. İsa'nı möcüzələrlə dəstəklədi və onu dərgahına qaldırdı. Allah bütün peyğəmbərlərin dualarını qəbul etdi və onlara kömək etdi. Salih peyğəmbərin duası ilə dağdan möcüzə olaraq dişi bir dəvə çıxartdı. İsmaili qurbanlıqdan xilas etdi. İsa'nı insanlara böyük bir möcüzə olaraq yaratdı. Peyğəmbərimiz Məhəmmədə Quranı göndərdi. Samud tayfasını güclü bir səslə həlak etdi. Lut tayfasını günahlara görə həlak etdi. Mədiyən xalqını da zülümlərinə görə cəzalandırdı. Allah buyurur: Səmud tayfası elçiləri yalanladılar. Bəs onların aqibəti necə oldu? Mursələ surəsi. Allah Teala həm rəhimlidir, həm də öz əzəmətini, ucalığını, böyüklüyünü Quran-ı Kərimdə bizlərə açıqlayır. Baxın, Allah Teala hər şeyə qadirdir. Allah Yusufu quyudan çıxartdı. Ona yer üzünün xəzənələrini verdi. Nuhu kafirlərin içində tək buraxmadı, ona kömək etdi və böyük bəladan xilas etdi. Əgər Allah bizə mərhəmət etməsəydi, biz də doğru yolda ola bilməzdik. Allah güldürən də odur, ağladan da, can alan da odur, həyat verən də, sevindirən də odur, kədərləndirən də, yaradan da odur, yox edən də, yüksələn də odur, yüksəldən də odur, insan zəll edən də odur, izzət verən də odur, hər şeyin sahibi odur, neymətlərini verən də odur, insandan geri alan da odur, hər şey onun əlindədir. Ucalıq və güc sahibi olan Allah. Allah verdiyi qərarı heç kim dəyişə bilməz. Ona istəsə, o da olar. Kimə nə versə, heç kim onu əngəlləyə bilməz. Kimə verməzsə, heç kim ona zorla nəsə verə bilməz. Heç kim gücü onun qarşısında bir şey deyil. Bütün izzət, ucalıq və qüdrət yalnız ona aiddir. Allah istədiyinə hökmdarlıq, rəhbərlik verir. İstədiyindən də alır. İstədiyin yüksəldir. İstədiyini isə zəll edər. Hər şey onun əlindədir. O istədiyinə bolluca ruzi verir. İstədiyinə isə az verir. İstədiyinə sevgi ilə verir. İstəmədiyinə isə heç nə verməz. Hər şey Allahın əlindədir. Baxın, nə deyir Allah da Quran-ı Kərimdə? De, ey Allahım, mülk sənindir. İstədiyinə verərsən, istədiyindən alarsan, istədiyini ucaldarsan, istədiyini zəll edərsən. Xeyr sənin əlindədir. Sən hər şeyə qadirsən. Gecəni gündüzə, gündüzü gecəyə çevirərsən. Baxın, hər şeyin sahibi sənsən. Ölüyə can verərsən, canını öldürərsən. İstədiyinə hesabsız ruzu verərsən. Əl-İmran surəsi. Allah hər şeyə gücü çatan ən uca olandır. Bütün güc, izzət, böyüklük hamısı Allaha məxsusdur. Heç kimin gücü onun qarşısında bir şey deyil.
Allah istədiyini edir, heç kim ona mane ola bilməz.